Deməli, bugün nə işləyirik? Biz tələbələrimizin ən çox buraxdığı 2 səhvdən danışacağıq. Boksa təzə başlayanlar əsasında. Birinci səhv nədir? Əl çənədədir məsəl üçün. Zərbəni, qabaq əl zərbəsini belə atmaq olmaz. Bu zərbənin həm gücünü azaldır, həm də ki, zədələyə bilərsən dirsəyi. Nə etmək lazımdır? Zərbəni çənədən düz çənəyə qayıtmalıdır. Zərbəni atanda da düz vurmalıyıq. Bu həm zərbənin gücünü tənzimləyir, həm də ki, əlimizi zədələməkdən qoruyur. Budur. İkinci səhv nədən ibarətdir? İki əlimiz də çənədədir. Tələbə arxa əli ilə zərbə atanda zərbəni buradan gətirir. Buradan zərbə atmaq olmaz. Çənəmiz açıqdır. Rəqib bir dənə udar qoysa, biz yox qoyaq. Arxa əl çənədə vurduq, qaytardıq çənəyə. Yəni bizim bütün zərbələrimiz çənədən çıxmalıdır. Aşağıdan belə zərbə atmaq olmaz.